Salam, hər vaxtınız xeyir əziz dostlar. Mart ayı da gəldi, yaz gəldi. Mart ayının biri 2026-cı il. Kiyev şəhərindən salamlayıram sizi. Elə indi şəhərə dönmüşük. Mikhailov kilsəsinə axışır insanlar. Yəni adi günlərdən biridir, amma bu gün o biri günlərdən fərqli. Fərqi ondan ibarətdir ki, insanlarda bir yaz gəlişi hiss olunur. Yəni bu yazın qalibi bir mənalı olaraq Ukrayna xalqıdır. Yəni bunu bütün dünya gördü və bu yazın gəlişi ilə həm də şimaldakı Rus führeri üçün bu zənciləri onun üçün hesab eləmək olar. Dünən sırağa gün baş verənlər Rusiya imperiyası üçün və onun führeri üçün həyəcan zənci, xəbərdarlıq zənci də hesab edilə bilər. Ukrayna xalqı öz mübarizəsini davam etdirir. Yeni silahlar istifadəyə verilir. Mən bundan bağlı axşamki efirimizdə sizə ətraflı danışacağım və qış geridə qalır. Bu yaz bir başqa yazdır. Bu yaz daha da xoşdur, vaya qəlbə ki, boşdur. Demək, rəhmətlik Mikhail Müşfiqin sözləri ilə desək, böyük romantik poeziyamızın banisi. Bəli, doğrudan da hər yerdə bir üzlərdə sevinç var. Sevinç də ondan ibarətdir ki, hamı çox gözəl başa düşür ki, Kremlin qol budaqları bir-bir məhv edilir. Və çox təəssüf olsun ki, bəzən biz də razılaşırıq, bizə də göndərirlər. Bəziləri güya ali dini liderin sıradan çıxarılmasına nə bilim bir şəhidlik statusu vermək istəyirlər. Ona necə şəhidlik statusu verəsən ki, 55-57 min şahid Ukraynaya elə zərbə indirib. Hələ mən onların bəzilərinin rekonstruksiya edilməsini bütövlükdə bizdə olan məlumata görə İran İslam Respublikası Rusiya tərəfə 76 mindən artıq demək, şahid uzaq mənzilli kamikadze dronlar verib. Dediyim ki, onların 56-57 mini artıq Ukraynaya qarşı istifadə edilib. Ukrayna insanlarının, körpələrinin, qocaların, qadınların öldürülməsi həmən o bu gün bəzilərinin yas tutduğu Xamneyi hakimiyyətinin vicdanındadır. Bir daha bildirirəm ki, bunun əlavə təxminən 20 minə qədər də verilən şəhidlərin geranlara, arlanlara, yəni onların formatlarının dəyişdirilməsi, yəni formalarının bəzi taktiki xarakterlərinin dəyişdirilməsi prosesi də baş verib ki, bütövlükdə yəni Rusiya tərəfin Ukraynaya gecə hücumlarının mütləq əksəriyyətində bugünkü İran İslam Respublikası hələ də hakimiyyətdə olan, hələ də tam devrilməyən, hələ də hərbi cinayətlərə görə, insanlığa qarşı cinayətlərə görə cavabdeh ola biləcək hakimiyyət durur. Ona görə əziz dostlar, axşam görüşərik, axşam danışarıq, axşam bu tipli məsələlərə aydınlıq gətirərik. İranın təbii ki, bu zülm oxundan, bu şər oxundan kənarlaşdırılması, onun Rusiyadan uzaqlaşdırılması müəyyən mənada, o cümlədən silahların verilməsində problemlərin olacağı şübhəsizdir. Bu da öz növbəsində təbii ki, Ukrayna insanını, Ukrayna vətəndaşını sevindirməyə bilməz. Çünki doğrudan da Ukraynaya endirilən zərbələrin mütləq əksəriyyəti, o cümlədən həmin o özünə İslam Respublikası deyib qonşulara, azad dünyaya terror saçan İran İslam Respublikası hakimiyyətinin təbii ki, vicdanındadır. Ona görə əziz dostlar, axşam verilişimizi gözləyin. Axşam verilişimiz həmişə olduğu kimi təxminən Bakı vaxtı ilə saat 22-də olacaq, yəni saat 10-da. Orada biz bu məsələlərə aydınlıq gətirəcəyik. Qonaqlarımız da olacaq. Sağ olun dostlar, hələlik, inşallah axşam görüşərik. Sağ salamat.